Son zamanlar İran-Azərbaycan arasında bağlanmış təslim etmə mübarizəsinə əsasən Mətləb Mütəmmimov deməli, ona istinad edərək 525-ci qəzetin 10 dekabr 1998-ci il tarixində 138-ci ayında siyasi mühacirlər İrana təhvil veriləcəkmi? Belə bir yazıda, yəni başlıqlı yazıda həm öz müsahibəsində orada bildirmişdir ki, Firuz Dilənçi və bir neçə nəfər müəyyən adı çəkilməyən adamlar cinayətkar kimi İrana təhvil verilməlidir. Yəni, artıq bu siyasi mühacirləri cinayətkar adlandıraraq İrana təhvil verilməsini vurğulamışdır. Bu məsələyə cavab olaraq Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı mətbuat xidməti Şərq qəzetinə Firuz Dilənçi haqqında və Mətləb Mütəllimova cavab olaraq belə bir yazı hazırladı və ona əsasən Şərq qəzetinin iki müxbiri ki, özləri və ikisi də burada əyləşirdi. Gəlirlər Firuz Dilənçidən təzədən bir müsahibə hazırladılar və Firuz Dilənçi sadəcə bir detala Mətləb Mütəllimova haqqında işarə elədi ki, İran səfirli lideri haqqında ki, onunla Sumqayıt şəhərindəki bircə işlədici bir yerdə işarə vurdu ki, yəni bunlar iş birliyi yapırlar. Mətləb Mütəllimov həmin məsələyə əsaslanıb Firuz Dilənçini Şərq qəzetinin baş redaktoru və iki dənə müxbirləri məhkəməyə verir. Xidmətinizə çatdırıram ki, məhkəmə cari ayın 19-da Yasamal rayon məhkəməsində keçiriləcək. Bunun həmin məsələ ilə əlaqədar bizə dünyanın ölkələrindən bir çox məlumatlar daxil olubdur. Bu məsələni, yəni öz nifrətlərini bildiriblər ki, Mətləb Mütəllimovun Firuz Dilənçinin məhkəməyə verilməsi ilə əlaqədar. Bu məlumatlar Almaniyanın Bonn və Kolm şəhərindən, əgər qeyd edilirsə, mən yavaş-yavaş deyim ki, İsveçin Malmö və Stockholm şəhərindən, Londondan, Amerikanın və Kanadanın Toronto, Montreal və Washington və Edmonton şəhərlərindəki kültür və mədəniyyət ocaqları, eləcə də Amerikada Azərbaycan Səsi Radiosu redaksiyası, Təbrizdən Güney Azərbaycan Azadlıq Partiyası, ABŞ-dan Dünya Azərbaycanlıları Konqresinin sədri Əmircan Əzmi cənabları tərəfindən bu məsələləri məhkum eləmək üçün və öz nifrətlərini bildirmək üçün ki, burada mən çox zatları da sadalamıram, müraciət edirlər və məhkum edirlər belə bir məsələni. Sizə bir əziyyət verib çağıtdırmaqda hədəf bu məsələlər və bir əlavə Müinzadə ki, son zamanlar Azərbaycan mətbuatında onun haqqında sensasiyalar gedir. Bildiyiniz kimi, vaxtilə o İran-Azərbaycan münasibətində casusluq iddiamı vurularaq burada tutulmuşdu. Yəni, iddiam deyəndə daha doğrusu belə bir insan olub, belə bir adam olub. Və Mətləb Mütəllimovun onun vasitəsi ilə Azərbaycandan qaçırılıb, onun köməklə qaçırılıb. Bu haqda müəyyən faktlar var və çox ciddi məsələdir, xüsusən sonra Azərbaycan-İran münasibətləri ki, son vaxtlar daha doğru ciddiləşir və kəskinləşir və belə bir insanların Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı özünə borc bilir ki, belə məsələləri vaxtı-vaxtında açıqlayan və siz jurnalistlərin nəzərinə çatdırır. Həmin məsələ ilə bağlı cəmaın lideri Firuz bəy Dilənçiyə mən sözü verirəm. Bu haqda lazım olan öz münasibətini bildirəcək və sizin suallara cavab verəcək. Firuz bəy, bunu. Mən zəhmət çəkib gəldiyinizə görə təşəkkürümü bildirirəm. Bilirsiniz, Cavad bəy bəzi məsələlərə işarə elədi. Amma deyilməyən daha əsaslı tutarlı faktlar burada var ki, indi açıqlayacaq sən xidmətinizə. Mən əvvəl icazə istəyirəm ki, Müinzadə deyilən fərd barədə sizə məlumat verir və sonra Mətləb Mütəllimovun, Millət Məclisinin, Millət Vəkili Mətləb Mütəllimovun onu nə səbəbdən dəstəklədiyini də və onun azadlığı barədə və əsas qaldığı barədə biz əldə etdiyimiz və ümumiyyətlə açılmayan, amma bizim əldə etdiyimiz məlumatı açıqlayacağım sizə. Deməli, Əbülhəsən Sadıqoğlu Müinzadə 1942-ci ildə Təbriz şəhərində anadan olubdur
Əskəri xidmətini İran Daxili İşlər Nazirliyində başa vurubdur, şəhər polisində. Ali təhsilini Rusiyada davam etdirib. 1969-cu ildə yenidən İrana geri qayıdıbdır. 1980-ci ildə İranda işlədiyi yerdə təqaüdə çıxıb, sonra isə Fransaya köçübdür. Yəni bir ildən az bir müddət Fransada qaldıqdan sonra Avstriyaya köçüb və orada siyasi sığınacaq alıbdır o vaxt. 90-cı ildə ilk dəfə olaraq 90-cı ildə Bakıya gəlibdir. Əlbəttə 90-cı ildə Bakıya Vətən Cəmiyyətinin dəvəti ilə gəlibdir bizim araşdırdığımıza görə və ilk səfərində 90-cı ildə 15 gün Bakıda qalıbdır. Bundan sonra, yəni ilk gəlişindən sonra, 90-cı ildən sonra Bakıda qurduğu əlaqələr nəticəsi olaraq artıq Azərbaycana tez-tez səfər edibdir və bir para işgüzar əlaqələr yaradıb burada. Əlbəttə işgüzar əlaqələr pərdə imiş, onun burada İran Təhlükəsizlik Xidmətinin Azərbaycanda tapşırıqlarını yerinə yetirmə niyyəti ilə gəldiyi sonradan aydın olubdur. 1997-ci ilin dekabr ayında Bakıda Dövlət Əmlak Komitəsinin rəhbər işçilərindən birinə rüşvət verərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunubdur. Həbsdən öncə, yəni həbs zamanı o İranın Azərbaycandakı Tacirlər və İş Adamları Birliyinin sədri vəzifəsində işləyirmiş. Həmin adını çəkdiyimiz təşkilat, yəni İranın Azərbaycandakı Tacirlər Birliyi də birbaşa İran səfirliyinin nəzarətində olan bir təşkilatdır. Daha doğrusu İranın Azərbaycandakı casusxanalarından biridir. Əbülhəsən Müinzadə də tutulduğu zaman, yəni 97-ci ilin dekabrında rüşvət verərkən MT-nin işçiləri tərəfindən həbsə alındığı zaman həmin təşkilatın sədri vəzifəsində işləyirmiş. 98-ci ilin yanvar ayının 15-də Milli Məclisin üzvü Mətləb Mütəllibov Respublika prokuroru və onun birinci müavininə müraciəti əsasında Müinzadə Mətləb Mütəllimovun və İranın Vəhid Bəxşiniya adlı bir diplomatının şəxsi zəmanətlərinə verilibdir. Yəni 98-ci il yanvar ayının 15-də Mətləb Mütəllimovun və Vəhid Bəxşiniya adlı İran diplomatının şəxsi zəmanətinə verilibdir və müvəqqəti olaraq buraxılıbdır, həbsdən buraxılıbdır. Mən bəzi o barədə başqa məlumatları sizə diqqətinizə çatdırıb, sonra əsas mövzuya keçərik. Deməli, biz bunu vurğuladıq, mən bəzi şeyləri təzədən təkrarən diqqətinizə çatdırıram. 90-cı ildə Vətən Cəmiyyətinin xətti ilə Bakıya gəlib, 15 gün Bakıda qalıbdır. Bu dəqiqə Mahir Zavadovun Tehranda İranın Milli Təhlükəsizlik Nazirliyi ilə birbaşa işbirliyi aparmasının da, yəni İranın Milli Təhlükəsizlik, İranın Təhlükəsizlik Nazirliyi, yəni İttilat Nazirliyinin idarəsini Mahir Zavadovla çalışdıran Mətləb Mütəllimovun vəsatəti ilə həbsdən azad edilmiş Müinzadə olubdur. Yəni, bu bir faktdır ki, Mətləb Mütəllimovun Müinzadə ilə siyasi casusluq əlaqələrini göstərən bir faktdır. Və maraqlı burasıdır ki, Mətləb Mütəllimov niyə bu dəqiqə, siz bilirsiniz, artıq neçə gün bu barədə söhbətlər gedir, özünü müdafiə etmir hələ ki. Və bir də bizə belə bir məlumat daxil olubdur ki, 1998-ci ilin əvvəllərində 525-ci qəzetin əməkdaşları Müinzadə barədə yazdıqları məqaləyə görə Müinzadə tərəfdən yox, maraqlı burasıdır ki, Mətləb Mütəllimov tərəfindən təzyiqlərə və hədələrə məruz qalmışdılar o vaxtda. Yəqin ki, onlardan da burada vardılarsa ehtiyat edənlər buna. Və yenə də Mətləb Mütəllimov deyilənə görə, eşitdiyimizə görə bu məsələni təksib edir, yəni onunla bu dəqiqə heç bir Müinzadə ilə əlaqəsi olmadığını bildirir. Amma bu barədə biz ona cavab olaraq yenə bir sənədi faktı açıqlayırıq sizə. Bu dəqiqə Nərimanov rayon məhkəməsində istintaq məhkəmə materiallarının arasında Mətləb Mütəllimovun Milli Məclisin deputatı blankında yazdığı ərizə hələ də mövcuddur. Yəni, Mətləb Mütəllimov həmin Milli Məclisin deputatlığı blankında o vaxt ki, Respublika Prokurorluğu rəhbərliyinə müraciət edərək
Müinzadəni öz zəmanətinə, şəxsi zəmanətinə götürməyi barədə orada tələb edibdir. Həmin sənəddə sənəd Nərimanov rayon məhkəməsində istintaq məhkəmə materiallarına tikilibdir. Bu da mövcuddur, müraciət eləsəz baxa bilərsiniz. Biz gelib baxmışıq və görmüşük. Respublika Baş prokurorunun o vaxt birinci müavininin ünvanına yazılmış həmin sorğu məktubu 97-ci ilin 23 dekabr tarixində təqdim olunubdur. Mütəllimov həmin sənəddə özü iddia edir, özü etiraf edir ki, 92-ci ildə baş prokuror müavini vəzifəsində işlədiyi zamandan Müinzadə ilə dostluğunu orada vurğulayır. Yəni, cənab Mütəllimov bunu yəqin unudubdur ki, siz bilirsiniz, diplomatik hüquq qanunlara görə Respublikanın birinci, ikinci, üçüncü vəzifəsində olan oturan şəxslər, yəni ali orqanların birinci, ikinci, üçüncü yerində oturan şəxslərin xarici vətəndaşlarla, xüsusilə belə bir təhlükəli adamla heç rəsmi görüşləri və dostluqları da hətta bir müəyyən dərəcədə qadağan qoyulu olaraq. Amma mətləb Mütəllimov 92-ci ildə onunla dostluğunu vurğulayır və ona əsasən də o vaxtın baş prokurorundan Müinzadənin azadlığını və yaxud onun Mütəllimovun şəxsi zəmanətinə götürülməsini xahiş edir. 98-ci ilin 15 yanvarında Müinzadə haqqında həbs qəti imkan tədbiri həmin müraciət əsasında dəyişdirilir və nəhayət o azadlığa buraxılır. Əlbəttə, bu yalnız indi bunu ola bilər müəyyən diplomatik əlaqələrə görə bizim Azərbaycan Respublikasının rəsmiləri, yəni rəsmi Bakı bir çox şeylərdə açıqlamır, amma bizim təşkilatın əlində bir çox sənədlər, sübutlar vardı ki, o vaxt İran səfiri Mətləb Mütəllimovla birlikdə 10 dəfəyə yaxın Milli Təhlükəsizlik Nazirinə və Respublikanın baş prokuroruna müraciət edirlər və Mətləb Mütəllimovla İran səfiri Müinzadənin azadlığını tələb edirlər və hətta iş o yerə gəlir çatır ki, İran prezidenti birbaşa Azərbaycan prezidenti ilə telefon əlaqəsinə girir və Müinzadənin azadlığını tələb edir. Və həmin tələbdə siz bilirsiniz, İranın da həmişə Azərbaycana qarşı olduğu təzyiqləri vardı və həmin İran prezidentinin Azərbaycan prezidentinə telefon danışığında Müinzadənin azadlığını tələb edərkən müxtəlif təzyiqlərin göstərməkdə olduğunu da vurğulayır İran prezidenti. Yəni, təbii ki, yalnız Mətləb Mütəllimovun tutaq ki, nüfuzu dairəsində bu azad olunmayıbdır. İranın rəsmi Tehranın, rəsmi Bakıya olan təzyiqləri də bunda təsir edibdir. Və buna əsasən, yəni Mətləb Mütəllimovun müraciətinə əsasən məhkəmənin qərarına əsasən Müinzadə 5 il müddətinə azadlıqdan məhrum olunmağa məhkum olunur. Sonra Mətləb Mütəllimovun deputat blankında verdiyi sorğuya və ərizəyə və xahişə əsasən prezidentin o vaxt verdiyi növbəti amnistiyaya, yəni əffə şamil olmadığı halda, yəni həmin maddələr, həmin bəndlər prezidentin növbəti əffinə şamil olmadığı halda Müinzadə çox belə sirli bir halda Müinzadəyə əfvi tətbiq edirlər və həbsdən Müinzadəni buraxırlar. Və buraxılan kimi dərhal Müinzadə İran səfiri və Mətləb Mütəllimovun vasitəsilə İrana göndərilir. Çünki o həbsdən buraxılanda müvəqqəti buraxılışı qeyd olunub onun buraxılışı üstündə və Bakı şəhərini tərk etməmək şərti ilə. Və sonra araşdırmalar nəticəsində məlum olur ki, bunun İrana getməsi ilə əlaqədar Mətləb Mütəllimov deputatlıq statusundan istifadə edərək Bakı hava limanında deputatlara, diplomatlara xas olan qapıdan həmin bəyi, yəni İranın casusu Müinzadəni keçirdilər təyyarənin içinə. Bunlardan başqa, bunu da mən qeyd etmək lazım bilirəm ki, Müinzadənin əfvə salındığına görə, yəni qeyri-qanuni əməllərlə, tutaq ki, o vaxt güya Mətləb Mütəllimov verdiyi ərizədə, verdiyi xahişdə belə qeyd edir ki, güya bunun az yaşlı uşağı
avara qalıb, sahibsiz qalıb Azərbaycanda və bildirir ki, Mətləb Mütəllimov gedib baxa bilərsiniz. Nərimanov bu dəqiqə siz məhkəməsində artıqda mövcuddur. Mətləb Mütəllimovun yazdığı ərizəsi. Mətləb Mütəllimov orada bildirir ki, Müinzadə Azərbaycanlı bir qadınla ailə qurubdur və onların az yaşlı uşaqları vardır və ən azı buna görə hörmətli prezidentdən onun əffini xahiş edir. Halbuki Müinzadə Azərbaycandan qaçandan sonra bu araşdırılıb və üzə çıxarılıb ki, Müinzadənin nəinki uşağı yox imiş, hətta Azərbaycanda, nəinki Azərbaycanda, dünyanın heç bir yerində qanuni nigahı da yox imiş onun. Yalnız Sumqayıt şəhər sakini olan bir Azərbaycan vətəndaşı olan 27 yaşlı bir qadın, biz onun adını həmin bizim vətəndaşımızın, yəni həmin xanımın şərəfinin və ləyaqətinin qorumaq naminə biz onun adını açıqlamırıq. Həmin qadın 27 yaşı vardır, Sumqayıt şəhərində yaşayır və sonra məlum olur ki, həmin qadın da qeyri-qanuni olaraq qeyri-qanuni halda Müinzadə ilə yaşayırmış və həmin qadını da Mətləb Mütəllimov Sumqayıtda texnikov müəllimi işlədiyi zaman tanıdığına görə Müinzadəyə calaşdırmışmış. Bu da bir maraqlı faktidir. Yəni, sonra araşdırılır, görülür, bəli, bunların nigahsız, qanunsuz yaşadığı bir qadın, yəni özündən də 30 yaş kiçik bir qadını Mətləb bəy Müinzadə cənablarına veribdir. Və araşdırılan sonra məlum olur ki, bunların heç bir uşağı yoxdur, amma uşaqların olmadığına da baxmayaraq 10 saylı İslah Əmək Müəssisəsində saxlanılan Müinzadənin deməli 10 saylı İslah Əmək Müəssisəsinin rəisi və şöbə müdiri də o vaxt yəqin ki, aldıqları pula görə, nəyəsə görə, maraqlı, şəxsi maraqlarına görə təsdiq edilmişlər ki, bəs araşdırılıb və uşaq vardır. Hal-hazırda nəzərinizə çatdırıram ki, həmin 10 saylı İslah Əmək Müəssisəsinin rəisi və şöbə müdiri də həmin ittihamla işdən çıxarılıblar. Yəni, burada bir çox adamların əlli olduğu yavaş-yavaş üzə çıxır. Və Müinzadənin doğma əmisi oğlu Cavad Müinzadə də İran Təhlükəsizlik İdarəsinin Kəşfiyyat Şöbəsinin yüksək səviyyəli ali rütbəli işçisidir. Və bilirsiniz ki, son vaxtlar Mətləb Mütəllimov İran-Azərbaycan arasında bağlanan hüquqi müqavilənin yəni üstündən neçə gün keçmədən belə bir iddiada bulunub ki, bəli, həqiqətən də Azərbaycanda yaşayan cənublular cinayətkarlardılar və başda da məlumatını qeyd edibdir və bunlar İrana təhvil verilməlidirlər. İndi bizə aydın olur ki, Mətləb bəyin bir casusu, İran casusunu, Azərbaycan düşmənini zindandan, ustaqdan azad edilməsinə, vəsatət qaldırmağı və tərsinə bizi Fars şovinizminin qanun caynağına təhvil verilməsi barədə vəsatət qaldırır, nə ilə əlaqədar olduğu indi yavaş-yavaş çıxır. Və mən sizə bir şeydə diqqətinizə çatdırım ki, İran səfirliyinin mətbuat xidməti Müinzadənin güya casus olmadığı, İranın təhlükəsizlik orqanlarına aid olmadığını vurğulayır. Bu belə olmasaydı, siz bilirsiniz, bu dəqiqə Azərbaycan Respublikasının İslah Əmək Müəssisələrində, zindanlarında 100-ə yaxın İran vətəndaşı, istər Fars, istər Cənubi Azərbaycanlı həbsdədirlər. Bunlar müxtəlif cinayətlər törətdiklərinə görə həbsə alınıblar. Bunların bu 100-ə yaxın İran vətəndaşının heç biri barədə heç bir vəsatət nə İran tərəfindən, nə heç bir tərəfindən qaldırılmır, heç bir kəsə də xahiş olunmur. Amma necə olur ki, Müinzadəni şəxsən İranın prezidenti Azərbaycan prezidentindən tələb edir. Bu da yəni biz bunları sadalamaqda biz bunu Müinzadənin İran təhlükəsizlik orqanının bilavasitə əməkdaşı olduğunu sübuta yetirmək istəyirik. Bundan sonra suallarınıza barədə cavab verəcəyik biz nə olsa və yəni sübut edəcəyik. Və sübut edəndən sonra biz yəni Müinzadə bizi maraqlandırmır, o artıq casusluqda həbsə qalındı və ölkədən də qaçdı. Və bizə maraqlı Mətləb Mütəllimovdur. Yəni Mətləb Mütəllimov niyə İran casusunun Azərbaycandan qaçırdılmasında marağı nəymiş? Və bir məsələni də mən diqqətinizə çatdırım ki, bu dəqiqə Mətləb Mütəllimovun partiyası yerləşən 3 mərtəbəli bir binanın 2 mərtəbəsi Mətləb Mütəllimovun şəxsi sərəncamındadır.
və həmin Mətləb bəy həmin sərəncamında olan 2 mərtəbənin bir mərtəbəsini Müinzadənin rəhbərlik etdiyi həmin casusxananın səlahiyyətinə veribdir. Bu dəqiqədə həmin təşkilat orada otururlar, Elmlər Akademiyasının yanındadır. Yəni Mətləb müəllim nə marağı var ki, dövlətə xas olan 2 mərtəbəli binanın Mətləbin sərəncamında olduğundan istifadə edib, Müinzadə adlı casusun başçılıq etdiyi təşkilata verib. Bu da başqa bir faktdır. Və biz yəni edəcəyimiz söhbətlər bu qədər idi, amma bugün səhər bizim Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının Cənub Komitəsi çox ciddi və operativ bu dəqiqə bu işlə məşğuldular. Bizə ardıcıl məlumatlar gəlir, xüsusilə Mahir Cavadovla bağlı və yəqin çoxlarınıza da aydındır. Son vaxtlar Mahir Cavadov Azərbaycandakı müsahibələrində, Butaya verdiyi müsahibələrində İranda öz əlaqə telefonunu açıqlamışdır Mahir Cavadov. Onun əlaqə telefonu Tehran şəhərində 874-58-78 idi. Bu, əlbəttə bu nömrəni vermək elə bir şeylə kəşf eləmək deyil. Mən nömrəni bir daha təkrar edirəm, yəni zəng açıb maraqlanıb öyrənə bilərsiniz. 874-58-78-dir Mahir Cavadovun Tehrandakı özünün elan etdiyi nömrə. Və bugün səhər, bulaşı vaxtı ilə səhər bizim Camahın Cənub Komitəsi, Təşkilatın Cənub Komitəsindən bizə yeni bir faktı verdilər. Deməli, həmin Mahir Cavadovun verdiyi nömrəni araşdırıblar bizim Təşkilatın Cənub Komitəsindən və məlum olub ki, Mahir Cavadovun həmin nömrəsi Mətləb Mütəllibovun azadlığa buraxdırdığı Müinzadənin ev nömrəsidir. Yəni bu dəqiqə mən nömrəni də verdim. Bu elə gizli bir şey də deyil, hamı aydınlaşdıra bilər. 874-58-78 Mahir Cavadov bu nömrədə yaşayır. Bu nömrə də Müinzadənin şəxsi ev nömrəsidir. Yəni belə çıxır yox, verilən bu bayaqdan məlumatlarla və bunun qısa bir təhlili ilə məlum olur ki, burada hələ üzə çıxanı bir üçlük vardır və üçlüyün üç tərəflərində oturanlar Mətləb Mütəllimov, Müinzadə və Mahir Cavadovdular. Mən tamam məsuliyyətlə bunu öhdəmə götürürəm və deməli, araşdırmalar biz tərəfdən çox ciddi və çox operativ davam edir araşdırmalar. Və bizim əlimizdə başqa, hələ bizim öz tərəfimizdən də təsdiq olunmamış məlumatlar bizdə vardır. Bunlar, mən inanıram ki, yaxın 2 gün ərzində bu başqa məlumatlarda təsdiq olunacaqlar və sonra biz bunları yayımlayacağıq. Bu qədər mənim deyəcəyim. İndi başqa bir sual varsa, biz cavab verməyə hazırıq. Firuz Bey, siz dediniz ki, prezident müraciət istəklərində bu sizlər dəqiqdir, nə dərəcədə olur? Bilirsiniz, bizim təşkilat Azərbaycan Respublikasında qeyri-rəsmi fəaliyyət göstərir. Yəni, heç bir qeydiyyatdan keçməyibdir. Ona baxmayaraq biz fəaliyyətimizi axıra qədər davam etdirəcəyik və bəlkə də bizim Azərbaycan Respublikasından başqa Cənubi Azərbaycan içində olmaq şərti ilə 8 başqa ölkədə bizim komitələrimiz fəaliyyət göstərir və biz buna inanırıq ki, bizim xaricdəki qüvvələrimizin rəsmi Bakıya təzyiqi nəticəsindədir ki, bizi qeydiyyata almasalar da fəaliyyətimizə maneəyə törətmirlər. Amma dediyim kimi bizim təşkilatın operativ qrupları vardır. Onların əldə etdiyi məlumatdır və mən inanıram ki, siz biz tərəfdən bu məlumatın yayımlandığını iddia edərək müraciət etsəniz, biz inanırıq ki, təsdiq olunacaq prezident aparatı tərəfindən. Yəni, 10 dəfəyə yaxın, daha dəqiq desək dəqiqliyi ilə 8 dəfə Mətləb Mütəllibov və İran səfiri Respublika Baş Prokurorluğuna və Milli Təhlükəsizlik Nazirliyinə müraciətlər ediblər o vaxt Müinzadənin buraxılması ilə əlaqədar. Müinzadə buraxılmadıqdan sonra İran prezidenti şəxsən Azərbaycan prezidenti ilə telefonlaşıblar və onun azadlığını təzyiq göstərərək tələb ediblər. Və rəsmi Bakıda Mətləb Mütəllibovun verdiyi izahata və xahişə əsasən onun azadlığa, müvəqqəti azadlığa buraxılmasına da sərəncam. Mən Azadlıq qəzeti şair
Firuz bəy, mən bir məqamı siz bayaq vurğuladınız ki, yəni Mahir Cavadovla İran xüsusi təhlükəsizlik orqanları arasında əlaqəni Moinzadə yaradıb. Bəli. Mən istəyirdim ki, bu məqama məhz açıqlıq gətirəsiniz ki, bəs yəni sizin hərəkətdə həmin məlumat hardadır? Yəni hardandır? Yəni sizin də həmin orqanlarda bu və ya digər kanallarla əlaqəniz var? Dəqiq məsələn. Əlbəttə, dəqiq bizim əlaqələrimiz vardır. Biz hər halda Azərbaycanda yaşayırıq. Ona görə Azərbaycanda istər iqtidar, istər müxalifətin aparıcı rəsmi nümayəndələri ilə bizim görüşlərimiz olur. Və bu da sir də deyil, gizlin də deyil, gizlin saxlasaq da saxlanılmazdır. Və bizim biz verdiyimiz məlumatlara da özümüz məsuliyyət mühitəmizi götürüb cavabdehlik daşıyırıq və mən bayaq dediyim kimi hələ daha maraqlı faktlar var bizdə. Təsdiq olunmadığı üçün biz hələ açıqlamırıq. İnanırıq ki, 2 günə qədər açıqlayacaq bunları da. Yəni, hələ məsələ Mətləb Mütəllibovla bitmir. Burada elə bizim Milli Məclisimizdə əyləşən bir neçə başqa deputatların da burada hallanır. Təəssüf ki, ona görə hələ araşdırmalar davam edir. Biz inanırıq ki, bu üzə çıxacaq və mən bir şey də sizə xatırlayım, yazıda gəlsə, biz 93-cü, 94-cü illərdə belə çox böyük haykü ilə bağırırdıq ki, İslam Partiyası Azərbaycanda İrana casusluq edir, sənədlər verirdik, faktlar verirdik, sübutlar verirdik, istər mətbuata, istər Azərbaycan dövlətinin əlaqədar orqanlarına, amma baxılmırdı. Nəhayət ki, özü də şahid tutuldular və bizim verdiyimiz o vaxtki məlumatların hamısı da sübuta yetirildi və biz oradakı etdiyimiz sübuta görə inanırıq ki, söz veririk ki, Mətləb Mütəllimov barədə verdiyimiz faktlar da təsdiqlənəcək və bundan sonra açacağımız, əgər yəni araşdırmalarda bizim üçün təsdiq olursa başqaları, bunlar da biz açıqlayacaq. Mən istəyirəm, nə qədər sualım. Sizdə konkret olaraq yəni belə bir fakt varmı ki, Mətləb Mütəllibov İranın belə deyək, hər hansı bir kəşfiyyat orqanı işləyir? Tam açıqlığı. Baxın, bizdə mən bayaqdan izah elədim. Bizdə bu verdiyimiz izahata görə sübut olur ki, Müinzadə İranın kəşfiyyat orqanları. Yox, yəni öz kanallarınızla təsdiqlənmiş informasiyalarını mən bəli, bütün məsuliyyətlə yürütməyəcək. Firuz bəy, demək ki, Mətləb Mütəllibov Müinzadə ilə ilk dəfə tanışlığı nə vaxtda təsadüf edib? 90-cı ildə gələndən sonra ya? 92-ci ildə Mətləb Mütəllimov özü məhkəməyə verdiyi ərizədə deputat sorğu blankında 92-ci ildə tanışlığını qeyd edir və biz də araşdırmışıq. Həqiqətən də 92-ci ildə Mütəllimov baş prokurorun birinci müavini vəzifəsində işlədiyi zamandan onunla tanışılmış. Onları hansı əlaqə birləşdirib? İşgüzar əlaqə, yoxsa başqa siyasi və xəfiyyə əlaqəsi? Təbii ki, ilk öncə bizim araşdırdığımıza görə, ilk öncə Mətləb Mütəllimov tərəfdən işgüzar, yəni iqtisadi işgüzar, yəni Mətləb bəyin pul qazanmaq niyyəti ilə bu iş olunubdur və çünki Müinzadə də sonralar burada İranın Azərbaycandakı tacirlər birliğini sərdirmiş və həmin işgüzar əlaqədən su-istifadə edən Müinzadə Mətləb Mütəllimovu belə bir cinayətə söhbət edir. Bəs son sualını vermək istəyirəm. Demək ki, Mətləb Mütəllibov aydındır, indiki statusu aydındır, Milli Məclisin deputatıdır və məlumdur ki, bir vaxtlar Respublika prokurorunda müavin işləyib. Onun hansı rıçaqları ola bilər ki, yəni onun təsiri nəticəsində, onun səyi nəticəsində Müinzadə kimi bir şəxsi yəni uzaqlaşdıra bilsin, yəni məsuliyyətdən azad elə bilsin, zaminə götürə bilsin. Yəni onun bu dərəcə realdır mı bu məsələ, yoxsa bu sadəcə? Yox, reallığı bilirsiniz, mən sizə bayaq mənbəyi də qeyd elədim, gedib buraya qədər biz öyrənmişik. Və eyni zamanda indiki dövlətin Mətləb Mütəllibova münasibəti də məlumdur axı. Yəni o bir fayda olaraq müxalifət statusunda çıxış edir ki... Yox, onu biz də bilirik, siz də bilirsiniz. Mətləb Mütəllibov heç də müxalifətdə deyil. Yəni Mətləb Mütəllibov nə keçmiş bizim birillik milli hökumətimizin iqtidarda olduğu dövrdə də o istədiyi vəzifə ona verilmədi və bugünkü iqtidar dövründə də o vəzifə ona verilməyibdir və o üzdə ola bilər indi o necə deyirlər, yerlə əsməyi filanı, amma bizim özümüzü, yəni məni Şərq qəzetinin baş redaktorunu və redaksiyasını və 2 müxbirini məhkəməyə verdiyi iddia ərizəsində də
Onun yəni danışıqları, iddiaları öz imzası ilə iddia üzrəsidir Mətləb bəyin. O da heç onun müxalifətli olduğunu göstərmir. Yəni mətbuatın mən ondan belə bir Mətləb bəyin hərbisindən bir yeri oxuyum sizə. Belə hesab edirəm, hörmətli hakim, belə hesab edirəm ki, Azərbaycanda hayküy salmağı xoşlayan və dırnaqarası reket rolunu oynayan bəzi qəzetlər dırnaqarası mətbuata son qoyulsun əvəzinə insanların şəxsiyyətinə, təhqirlərinə son qoyulsun şüarı ilə çıxış etsələr daha ədalətli olardı. Yəni bu təzyiqlərə son qoyulsun. Bəli, yəni mətbuata, təzyiqlərə son qoyulsuna qarşı çıxış edir bu bəy. Deməli bu heç də müxalifətdə ola bilməz. Bir daha iqtidara, yəni iqtidarı dəstəklədiyini, amma iqtidarın dəstəyini ala bilmədiyini göstərir bu. Bu insidentdə qədər sizin Mətləb Mütəllibovla hansı əsasdasa konfliktiniz, münaqişəniz olub, yoxsa tanımırdınız? Mən Mətləb Mütəllibovu heç üzünü bir dəfə də görməmişəm, o da məni görməyib, heç tanımıram. Amma biz birinci dəfə ondan deməli, o yəni təşkilat səviyyəsində aparılan işdən başqa birinci dəfə biz ondan elə bu söz-söhbət mətbuat səhifələrinə çıxanda onun iddiasından sonra oldu. Bayaq Cavad bəy o tarixi vurğuladı. Onun 525-ci qəzetə verdiyi müsahibədə bildirmişdi ki, İran-Azərbaycan arasında bağlanmış hüquqi müqavilə çox da haqdır və Azərbaycanda olan İranlı cinayətkarlar, cənubi yox, İranlı cinayətkarlar başda bürüzləyəçi olmaqla mütləq İrana verilməlidirlər. Ondan sonra bizdə artıq qərara gəldi ki, əlimizdə olan məlumatları açıqlayaq. Baxmayaraq ki, bu dəqiqanın özündə də rəsmi Bakı tərəfindən bunun açıqlanması və açıqlanmaması barədə bizə təzyiqlədi ki, və rəsmi Bakı bunun belə bir dövrə açılmağının heç də tərəfdarı deyil və amma biz hələ dediyim kimi bəzi faktları elə biz saxlamışıq onların təzyiqini ilə. Mən üzr istəyirəm, rəsmi Bakı dediniz, kimlərlə məsləhətləşmələriniz olubdur? Məsələnin asılmaması ilə bağlı. Təbii ki, onu mətbuata bizim açıqlamağa heç bir səlahiyyətimiz yoxdur, amma mən sizi əmin edə bilərəm ki, Respublikanın ən rəhbər dairələri ilə və özləri də, yəni qəzetdə elə siz belə dərc eləsəniz, özləri də biləcəklər ki, biz nəzərdə tuturuq. Özür istəyirəm, siz prezidentlərin telefon söhbətlərə toxundunuz, yəni onların əlaqəsi olub bir-birinə, yəni aşağı Azərbaycan prezidentindən də tələb edib onun qazanı. Yəni bu da tam dəqiqləşdirilmiş faktdır. Bu da tam dəqiqləşdirilmişdir. Siz bir daha müraciət edə bilərsiniz. Biz inanırıq təsdiq edəcəkdir. Biz tərəfdən dəqiqləşdirilir. Və mən dediyim kimi bizə olan təzyiqlərə görə biz faktların hələ çoxunu açıqlamırıq. Təbii ki, yaxın günlərdə onlar da açıqlanacaq məsləhət olarsa. Mən 525-ci qəzetdən İlham Ağasının, yəni o yazılan müəllifə. Mən amma bir sual vermək istəyirəm. Sizin hazırda Azərbaycandakı hüquqi statusunuz necədir? Yəni siyasi mühacir yoxsa vətəndaşlığı olmayan şəxsi Azərbaycan vətəndaşı? Çünki bu məqamı istəyirlər. Bəli, mənim daşıdığım pasportun üstündə rus dilində yazılıbdır bez qrajdanstvo, yəni vətəndaşlığı olmayan yaşlı pasportdur, vətəndaşlığımız yoxdur. Yəni deyib, həm vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanuna görə sizin kimi şəxslər müəyyən məhdudiyyətlər var. Yəni bizə kimi tam hüquqi vətəndaşlardan fərq olar. Yəni hansı kütləvi tədbirlərin təşkilatçılığında sizə yol verildiyi icazə verilmir. Bəs Azərbaycan indi Mətləb Mütəllimov müəyyən qədər Azərbaycan rəsmi şəxsləri. Azərbaycan rəsmi şəxslərinə qarşı müəyyən bu cür bəyanat verilməlidir. Belə bir hüququnuz varmı sizin? Yəni qanunla məhdudlaşdırılmış. Hüquqi qanunlara görə düz deyirsiniz, hələ ki vətəndaşlığımız yoxdur. Bizə vətəndaşlıq verilsələr də, verməsələr də biz özümüzü Azərbaycanlı hesab edirik. Bunu prezident özü də diplomatik çıxışlarında bir neçə dəfə bildirib, bir dəfə bildirib ki, Arazın o tayı yoxdur, bir dəfə deyib bütün dünyada, Azərbaycan Respublikası bütün dünyada yaşayan Azərbaycanlıların vətəndaşıdır. Bunları vurğulayıbdır prezident. Prezidentin də nə dərəcədə o diplomatik əsaslara, yəni söykəndiyini siz bilirsiniz. Yəni Heydər Əliyev kimi bir şəxsiyyətin ağzından belə bir cümlə çıxırsa, o elə bu deməkdir ki, bizə əlbəttə yəni qanuni vətəndaşlıq verməsə də vətəndaş hesab edir bizi və biz bu hüququ qanun bizə verməsə də biz öz borcumuz bilirik. Buna görə ki, biz vaxtilə Cənubi Azərbaycanda milli azadlıq uğrunda apardığımız mübarizəni deməli başlayanda və yaxud davam etdirəndə biz onu nəzərə almırdıq ki, haçansa Azərbaycanda Mətləb Mütəllibov kimi bir şəxs rəsmi olaraq bizim əleyhimizə çıxacaq ya çıxmayacaq və maraqlı burasıdır ki, bu dəqiqə
bütün Avropada və Amerikada yaşayanlara üst tutan da Azərbaycan prezidenti onların hamısını, yəni Azərbaycan diasporasını 907-ci maddənin, bəli, maddənin düzəlişinə və yaxud ləğvinin onlardan tələb edir filandır. O diasporanı da bilməlisiniz ki, 99% cənublulardılar. Yəni deməli, o təəssüf məhkəmədə belə bir problemlə üzləşmək olmazmı? Yəni, mən həmkarlarla görə üzləşə bilməsəm, bunu mətləb mütəmməli deyər ki, turuzluların heç bir bu cür danışmağa hüququ yoxdur, haqqı yoxdur. Onu deyə bilməz. Bir qərar verə bilməz həmkarlar. Təəssüf ki, biz mətləb mütəllim oxuyuq. 3 gündə axtardıq, tapdırıq. Hələ ola bilər ki, bəlkə də Azərbaycanda deyil, yəni bu sözü də deseyim. Siz də inandırıcam, axtarırsam tapdarsınız. Milli Məclisin Bəli. Və o, yəni əgər elə bir iddianı da məhkəmədə qaldırsaydı, bu əvvəlki iddia ərizəsində qaldırardı. Hələ ki, qaldırmayıbdı və məhkəmənin də rəsmi deməli, qanunlar istədi. Ayın 19-da bizi məhkəməyə çağırdı. Həqiqətən təzyiqlər oldu, yazıdan çıxarırsan. Öyle bir təəssüf, yəni düz məsələn mütəmməli olduğu vaxtında zəng elədi, dedi ki, sizlər o səviyyəsinə çatarsınız ki, müalicədə haqqında o cür yazılar verirsən, amma şəxsən mənə demir, mənim özümdən danışmıyor. Amma olur, bir neçə dəfə yəni bildirib ki, müzadilənin səviyyəsinə edəksiniz. Müxbirlərə, yəni mən həmin vaxt işdə olmamışam, iş olursa, mən deyim. Başqa kimin sualı varsa buyurun. Deməli, mənə belə gəlir sual yox. Çox sağ olun, təşəkkür edirəm. Gəzək çəkmişsiniz. Sağ olun. Əlbəttə, bu yöndə